Həmişəki kimi səhər erkəndən durub çantamızı hazırladıq. Mikrofonumuzu, kameramızı, bir sözlə yol azuqamızı götürdük, yenə də düşdük yollara. Səyyah ki oldun, ömrün yollarda keçəcək də, başqa nə gözləyirsən ki? Gəzdiyimiz bu yollar bizə evimizdən doğma gəlməyə başlayıb desək, bizi qınamayın. Neyniyək? Evimizdən çox uzanıb gedən, sonunun hara varacağı belə bilmədiyimiz bu yollarda oluruq. Təki vətən sağ olsun. Gah qışın qarından çıxıb yazın palçığına düşürük, gah da dağdan aşıb özümüzü düzdə tapırıq. Qarşımıza məqsəd qoymuşuq da, gəzəcəyik bu diyarın hər qarışını. Düzdür, hərdən ayaqlarımız sözümüzə baxmır, amma yenə də biz onları özümüzə tabe etməyi bacarırıq. Çünki şəhərin gərgin işindən vaxt tapıb istirahət edə bilməyən sizlər varsınız, əziz tamaşaçılar. Hər həftə ənənəvi olaraq eyni vaxtda səyyahla gəzintiyə çıxmağı gözləyirsiniz. Yenə də gəlmişik. Hazırsınız gəzintiyə? Onda niyə durmuşuq? Qoşulun səyyaha. Səyyahın Cəllabaddakı dolu-dolu maraqlı xəbərləri hələ də davam edir. Ata-babalarımızın uşaqlığını onlara bir daha xatırladacaq məşhur çilingağac oyunu. 100-200 dərəcə istiliyə baxmadan əlini təndirə salan analarımız və təndir çörəyi. Sərhədabad kənd ahılları ilə keçmişə səyahət. Səyyahı təbii toxumlarla əks etdirib bizi şərəfləndirən ustanın əl işləri. Heç bir musiqi təhsili olmadan oxuduğu muğamla hər kəsi valeh edən 62 yaşlı Cəllabad xanəndəsinin ifası birazdan səyyahda. Keçən verilişimizdə Cəllabadın qayış götürdü oyunu ilə hər kəsi tanış etdik. Amma sıradakı oyunumuzun adını eşidəndə əminəm ki, ata-babalarımızın dodağı az da olsa qaçacaq. Mən cavan olanda deyəcəksiniz. Hətta ah çəkib, mənim də laçın vaxtlarım olub. Dağ döşündə nələr etməmişəm ki, deyəcəksiniz. Sizə heç çilingağac oyunu oynamısınızmı desəm, necə reaksiya verdiyinizi təəssüf ki, görə bilməyəcəyəm. Amma əminəm ki, indi hər biriniz dodağınızın altında bu nə sözdür? O oyun bizim uşaqlığımızdır, deyərsiniz. Hətta yayınan diqqətinizi də cəmləyib bizdən gələcək xəbəri gözləyəcəksiniz. Düzünü desəm, mən də bu oyunun adını ata-babalarımızdan eşitmişəm. Çox danışıblar gənclikdə uşaqlarla yığışıb, məktəbdən qaydanda, ya gəzintiyə çıxanda çilingağac oynamışıq deyə. Adını eşitmişəm, amma oyunun özünü görməmişəm. Elə fürsət düşüb, həm ata-babalarımızı keçmişə qaytararıq, həm də biz gənclər o oyuna şahid olarıq. Şəmi müəllim, bu oyun nədən ibarətdir, bu çilingağac? Bu oyun 6 uşaqlardan ibarətdir. Burada 6 oyuncudan. 6 oyuncudan ibarətdir. Burada gördüyüm bu çalanı qazılmışıq ki burada, bu ən mərkəzdir. Bura mərkəzdir. Bir də orada o uşağın yanında vedrə var orada. 6 metrə orada bu yanı səhrətdir. Oradan səhrədir. Bu çilingi 3 dəfə əvvəlcə belə vurursan. Deməli çiling budur. Bəli, çiling budur. 3 dəfə. Bu ağacdır da. Hadi ağacdır, kəsilibdir, çilikdir. 3 dəfə beləncə vurursan. O ki, uşaqlar göydə bunu vurdu, mən yanıram. Mənim 3 dənə yoldaşım var. Məsəl üçün, mən çıxdım kənara. O biri yoldaşım iştirak edir. O birisi də vurdu ki, çıxdı. Əgər o da yansa, o biri yoldaşımız başlayır oynamağa. Əgər o birisini də onlar utdu, yandırsa, bir çıxırıq qarşıya, onlar gəlir bura. Bir dəqiqə, deməli siz bunu belə vursaz. Bəli. Vurursunuz, qarşıdakı adam, yəni qəbul eləyənlər, Qəbul eləyər. bunu göydə vursa, ya bunu siz yanırsınız. Bəli, yanır. Ya da oradan bunu onlar atdı ki, bax qoy göstərir. Bu ağaca beləncə dəydi. Bil ki, onlar utdu. Mən qalıram kənarda. Bu biri yoldaşım gəlir. Bu biri yoldaşım da hər iki variantda da yanma var. Bəli, yanma var. Həm o çilingi göydə vuranda bir də bunu bura atab ağaca dəyməlidir. Bura dəyməlidir. Ondan ki, yox, vura bilmədilər. Ondan sonrasına bu 4-cü sep başlayır ki, beləncə vurmağa. Nə qədər uzağa vursa, siz. Bəli, vur. Yəni ki, bunları lokutmaq da.
Lokut. Hə, Cəlilabadda Bəli. lokutmaq deyirlər. Bəli, lokutmaq demək. O Lokutmaq yəni zərbə ilə Bəli, vurur. dədə babamızın, əsrlər boyu bunun elə adı belə. Şahin müəllim, bu oyunun neçə yaşı var təxminən? Bu oyunun əsrlər boyu tarixi var. Əsrlər boyu bunu dədə babamız bunu oynayıb. Yəni siz gözünüzü açıb bu oyunu Bəli, görürsünüz. gözümüz açanı mən Neçə yaşınız var? Mənim 50 yaşım var. Hə, maşallah. 50 yaşım var. Biz bu oyunu dədə babamızdan görmüşük. Dədə babamızdan bizə qalıb. Biz də bu oyunu indi bizim uşaqlarımıza, nəsillərə, buradakı cavanlara zada öyrədirik. Bu hastanın çox gözəl oyundur. Qəşəng oyundur bu. İndi deməli, siz anlatdınız. Oyunun arxası varmı? Bu uşaq gəlir mənim yerimdə dayanır. Bu başlayır oyunu davam eləməyə. Elə ki bunu ki vurdu, çıxdı, getdi. Bu indi mən qalmışam axı kənarda. Yanı deyirlər buna. Səbuh müəllim, yanı deyirlər. Başladı ki bunu yanını vurdu. Yanı nədir? Yanı ki belənçi vurulacaq bu ağac. Hə. Ondan sonrasını 6 dənə vurdu ki, onlar uta bilmədi, mən dirilirəm. Ölən dirilir. Ölən dirilir. Deməli, sizin yoldaşınızın zərbəsi ilə vurduğu Bəli, şey, bunu onlar altı göydə dəfə- çilingi tuta bilməsələr, Tuta bilməsəm mən başlayıram. Ölən dirilir. Dirilir, başlayıram mən oyunumu davam eləmə. Şahin müəllim şərh elədi. Oyun hansı qaydalardan asılıdır? Artıq ümumi olaraq siz oyunun gedişatını izləyəcəksiniz canlı-canlı. Buyurun Şahin müəllim, başlaya bilərik. Komanda, qarşı komanda hazırsınız? Bax, aman, lokkullamayın. Yaxşı mı? Hə. Necə Şəmi müəllimin tərəfindəyəm, o cümlədən sizin də tərəfinizdəyəm. Aman üzümüz qara olmasın, lokkuldatmaq əsla. Hə, getdi. Ola bilər, mən böyrə vura, allada bilərəm sizi. Başlayın Şahin müəllim. Başladıq. Yo, dayanmamış vurma. Dayanmışdı, oradan vurmalısan. Ha, deməli, nə oldu indi? Nə oldu? Hələ mənim xeyrimədir. Ha, sizin xeyrinizədir. Hələ bu unutmayıblar. Hələ, hə. Ağaca əgər gəlib atdığı beləsi dərsəydi, mən qalırdım. Udardı. kənarda. Ha, sağ olun. Getdi. Aa! Soydurdu. Mən bitdim. Mənim indi yoldaşım davam eləməlidir. Gəl. Şəmi müəllim bitdi. Mən bitdim. Ölüsən. Mən bu şey getdim. Sən Şölə, ölüsən. şölə, Ha, ha. İndi yoldaşım davam edir. Ya Allah. Kənar. Ya Allah. Kənar. Bax, indi yavaş-yavaş aydın olur oyun. Ha, bax dəymə. Dəymədi. Onlar... Ha, onlar hələ çöldə. Aha. Aydındır. Oo, dəymədi. Kənar. Söndürərlər ha. Bu çıxmasın. Dəymədi. İndi kəsdirəm yanını. Yanıdır. Demək bu şey çıxdı yanıya. Ha. Bir dəqiqə gözlə. İndi İndi yanıdır. yanıya çıxırsan. Yanıya çıxır. Yanını İndi bu biri başlayır ki, 6 dənə vurdu, mən diriləcəm. Aha. Kənarda. Yanı lokkuldatmaq. Ha. İndi lokkuldatmaq əsas məsələ. Aha. Kənar qalın ağacı. Uşaqlar biraz kənara. Oy. Ah! Qoyma ağacın kənarında. Şey 2 dənə geldi. 2. 4'ü qalıb. Dördü qalır. 4'ünü də qəbul eləyə bilməsələr dirilirsiniz. Ha. Ha. 7'sində dirildirsiniz. Ha, aydındır. Aha. Ah! Ha. Yanmadı. Bu dördü. Oy. Neçə oldu? 4? Dörd. 4. Bu 2 dənədən sonra bu şey yanıdı. Pastanı da belə vurmayacaq. Aha. Pastanı elə vuracaq. Hələ ki yanı Hələ beşidir. Hələ 5-idir. oyunun yanısı davam eləyir. Bir dəqiqə saxla da. Onu bir dənə indi soysa. Sabır müəllim. Hələ beşincisidir. İndi altısını verirəm, mən yanıya çıxmışam. Sonra dirildirəm bunu. Altdan vurandan sonra dirildirəm.
Yol işte bu, müəllim. Bu 6 dənə ki bundan vurdu, da beləncə vurmayacaq. Bu pastanlı da ücə yanıdadır. Yəni ki, elə bil Səhrətdə avtomat Aydındır. bu eləncə bir Vay 7'sindir. Aha. Allah bak 7. Arkaya. Oh. lokkuma belə olur. O yeşil sıktı oraya. Və salam. Yok indi hele dirildirəm yoldaşımı. Bu 6. Bu 7. 7'si Allah bak 7. Bu yedi. Sonra yoldaşımı dirildirəm mən. sən dirildin. Mən diriyəm, indi bunu dirildirəm. Aha. İndi bəlkə belə eləyək. Yoldaşımın bir qıçı belə deydi yəni. Dirildirəm şeyi. Yoldaşımın bir qıçı. bir dəqiqə. Oyun yoldaşımın Ay işte. şaqqası dirilib. Bir şaqqası dirilib. Ay, sağ ol, evet. İkinci şaqqasında mən dirildim ola. Olar. Ver. Tut bu. Ha bu sen bu birini. Hele yok, sağ eline böyle. Aa şöyle. Ha eğlensin. İstəyirsən? Şəmi müəllim, Bəli. dirilmək istəyirsiniz yoxsa? Bəli, istəyirəm. Yarı şaqqan tərpənir. Bəli. Hə. Ha bir qıçı. Yok gezmiyor. Ha, yerdədir. Yerdedir. Hala çatmır. Dirildi. Ya dirildi. Hörmətli tamaşaçılar, Ha. Allah'a şükür. Vallahi biraz Üzüm qara olmadı. Şəmi müəllim siz dirildiniz də. Bəli. Allah canı sağ eləsin. Sağ ol. Mən ölmüşdüm, yoldaşlarım qalmışdı tək. Siz məni dirittiniz. Adın nədir qadası? adım Eldəniz. Eldəniz, hörmətli tamaşaçılar, Şəmi müəllimin yarı şaqqasını tərpətdi. Mən də o birisi digər ölü tərəfini artıq tərpənir. Bir tərpən elə Şəmi müəllim. Tərpənirəm göydəyəm. Deməli biz bir mərhələni udmuş olduq. Bəli, bir məhəlləni utmuşuq. Bunlar hələ orada qalacaqlar. Ta biz bunları oxudunca dədə-baba dili ilə deməklə bunlar elə orada qalacaq. Əgər bizi utsalar, biz gedəcək ola, onlar gələcək. Beləcə, hörmətli tamaşaçılar, Sərhədabad kəndində də bax bu oyunun da səyyah şahidi oldu. Bu oyun dədə-babadan elə Cəllabadda, Səhrədabad kəndində, yəni ki Cəllabadın 119 dənə kəndi var. Ay maşallah. 119 dənə Bu Cəllabadın kəndin məhsuludur. yox, bütün kəndlərdə bunun Cəllabadın 119 dənə kəndi var. Bu da məsələn bir kəndidir. Bu da bu əsrlər boyu bu kənddə bu oynanılıb bu oyun. İstər bizim qonşu kəndlərdə, istər burada. Bu dədə-baba oyunları oynanılıb burada. Çox gözəl ənənələri var. Çox gözəl. Maşallah, sizə halal olsun. Həqiqətən bu adət-ənənəni yaşadırsınız. Artıq estafeti verirsiniz gənclərə. Gənclər də necə var götürürlər. Bəli, bəli. Layiqincə götürürlər. Bəli, layiqincə. İnşallah, maşallah. Yəni halal olsun sizə. Hörmətli tamaşaçılar, bax belə çilinç ağac oyunu da Cəllabadda, Sərhədabad kəndində, səyyahın çəkilişində canlı-canlı, isti-isti izlədiniz və biz bizə qaranlıq qalan məqamları da aydınlıq gətirdik ki, bu dəlik nə üçündür, çiling necə vurulur, yanısı filanı necə ölü dirilir, bulan hamısının mərəllərini biz sizə göstərdik. Bizim hələ də səyahətimiz davam edir. Səyyah olaraq biz Cəllabaddayıq. Bu oyunu oynayanlar oynamışdı vaxtilə. Gənclər də bizim bu görüntülərdən sonra yəqin ki bir araya gələndə cəhd edərlər. Ən azından bu da bizim bir adətdir. Həm də ki 1-2 əsrlik yaşı olan adət. Onları da təbii ki qorumalıyıq. Nəinki oyun, hətta xırda çöp də olsa, əgər bizə məxsusdursa, onu da qorumalıyıq. Ən azından bu bir vətən borcudur. Deyirəm ki, bilmirəm bu rayon yerlərinin havasındandır ya nədəndir. Amma biraz gəzən kimi adam dəhşət acır. Təkcə yeni-yeni göyərən otun qoxusu deyil, hətta çəmənlikdə otlayan heyvanların qoxusu da insana xoş gəlir. İçində bir rahatlıq tapırsan, Hələ evlərdən yayılan təndir çörəyinin iyini demirəm. Əbəs elə deməyiblər, dünyada ən gözəl qoxu təzə bişmiş çörək qoxusudur. Bizə nə var? Şəhərdə oturmuşuq, çörəyin harda bişirildiyindən belə xəbərimiz yoxdur. Bizə gəlib çatana qədər də soyuyur. Amma rayonda çörək bişirməyin min əziyyəti var. Maşallah, maşallah. Çörəyinizdən bir qismət verərsiniz də yəqin ki. Ay sağ ol, qurbanınız qoyun olsun. Çörək olsun. Biz sadəcə bu kənddə gəzərkən
Söhbət yenə Sərhədabad kəndindən gedir. Təbii ki, hər həyətdə bu qoxunun şahidi ola bilərsiniz. Söhbət təndirdə çörək qoxusundan gedir. İstər-istəməz marağımızı çəkdi, yaxınlaşdıq. Yəni düzdür, burada qeyri-adi bir şey yoxdur. Sadəcə ənənəvi olaraq köhnə adət-ənənədən qalmış təndirdir. Anamız çörək yapır. Sadəcə məni bir xüsus maraq gəldi ki, burada təndirdən çörəyi çıxartdıqları zaman hər hansı bir deyək ki, alətlə, taxta ilə filanla çıxartmırlar. Çörək bişdikdən sonra bu istilikdə, ana burada neçə dərəcə istilik olar? Hə? Olar da. Çörək pişirər. 100-dən çox olar da yəqin ki. Hə. 100-dən çox olar. Yəni çörək xəmir yapışdırılan zaman təndirə bu asandır. Yəni yenə də həqiqətən çox istidir. Çox istidir. Amma bişdikdən sonra çıxartdığımız zaman anamız yenə özəli ilə çıxardır. Yəni isti-isti qaynar. Anacan biraz əvvəl süd səptin təndirin kənarlarına nə üçündür? O yəni çörəyin arxası yaxşı olsun. Yəni Yaxşı bir. su səpmək olmazdı. Hə. Yoxsu da olar, ancaq nə fərqi var? Süd daha yaxşıdır deyirsən. Hə. Ha. Kütə də getdi. Düşdü, xəmir düşüb yerə. Hə, özün qoymusan onu? Hə, özün qoymusan. Hə, götür ayağına, götür. Əsas mənim marağımı çəkən budur ki, anacan. Siz o istilikdə hardasa 100 dərəcədən çox istilik var. Bu hərarətdə siz əlinizi salırsınız, yalın əlinizi o çörəyə çıxardırsınız, taxtasız, ağaçsız, filansız, çubuqsuz. İndi mən bunun şahidi olacağım. Hörmətli tamaşaçılar, biraz gözləyə, səbr eləyin. Görəcəksiniz ki, Sərhədabad kəndində sırf təbii təndirdən anamız yalın əlini salıb çörəyi çıxardacaq. Heç bir şeysiz. Gözləyin. Bax, təmiz söhbət eləyək də. Kişilər iki xaylaqları kənddə odun yarırlar, nə bilim çölə işə filana gedirlər, bu örüşdə filanda olurlar. Əllərini salıb çörə götürə bilərlər qadınlar kimi, xanımlar kimi, hə? Xeyr. Niyə? Onu öyrəşməklə də biz vərdiş eləmişik, kişilər vərdiş eləmir. Əli sala bildin təndirə? Ha, kişi də sənin kimi də əli sala bilmir. Görürsünüz? Hörmətli tamaşaçılar, normalda biz qadın işi, kişi işi deyil. Xeyr. Nə qədər dəmir tutsun da istəyə sala bilməzsən. Çünki qadın İstərsəməz kişinin əli daha belə bərk olur da, kişi əli. götürə bilməz. Xeyr. Xeyr, o qadın. Görürsünüz? Kişi də o təndirə çörək bişirəməz heç vaxtda. Nə qədər usta kişi olar, aşbazlığı bacarar, onu bişirə bilməz. Bişirə bilməz. Yox, xeyr, bişirəməz. Çünki qadın işidir. Bizdə kişi işlərini bəzi təhəcəklər, biz bacarmırıq. Adətən buna oxşar. Biz bacarmırıq. Onlar işi biz bacarmırıq. Burada yaşlanmaq da bir artıq nə deyim, bir adət kimi formalaşıb bu kənddə. Çünki mən gəzərkən bunun şahidi oldum. Hər kəs yaşmaqlanır. Bizlərdə İsməti qoruyurlar, abırı qoruyurlar. Cəllabad zonasında belə şeyə hamı yaxşı baxır. Atalardan misal qalıb. İti təndir çörək bişirər, tənbəl arvad deyər mən bişirdim. Bir dəqiqə, nə təri iti? İti təndir çörək bişirər, tənbəl arvad deyər mən bişirdim. Misaldır bu. Bunun açması nədir? İti təndir o qədər keyfiyyətli çörək tez bişirir. Day mənim kimi tənbəl Yaxşı təndir çörəyi bişirir, tənbəl arvad. Yaxşı təndir də iti. Odunla salırlar, o seyit demişkən. Amma bu küləşlə salınanda görsən zəif bişirir. Siləklə, yəni nə ilə? Çırpı ilə. Ot küləşi ilə bişirir. Ot küləşi ilə, hə, samanla filan. Samanla, samanla. Ha, bu indi samanla salınır. Bu samanla salınır. Odundan deyil. Aydındır. Gör nə qəribə şeylər var. Deməli iti təndir deyir ki, iti təndir çörəyi bişirir, tənbəl arvad deyir ki, çörəyi mən bişirdim. Çox gözəl bir şeydir həqiqətən də. Qanatçılar çörək bişirənlər. Yəni arvadın üzü ağ olur ki, çörəyi mən bişirdim. Hə, gedir tərif eləyirdi, özün deyir gör nə zirək arvadan 5 Niyə dənə. özünü tərifləyir ki, çörəyi bişirdim. Çörək bişirdim də gətirdim. Day deyir ki, iti təndir bişirib o çörək. İti təndir bişirib. Bəli. Odunla salınan ocaqda yəni təndir iti olur. Əli sala bilmirsən, o qədər yandırır. Amma həqiqətən də hələ iti deyil. Hələ iti deyil. Amma yenə də əl soxmaq mümkündür. Bax, buradan belə vurur.
Neçə dəqiqə saxlayırsan? Neçə dəqiqə qaldı? Bax, sizə qədər saxlayın. Bir dənə bərabər saxlayaq. Gəl. Oh! Oo. Demək, su vurmasaydım qəşəng alınardı. İndi götür əlindən. Allah köməyi olsun. Yardım qüvvə gəldi ha. Anaca, yardım qüvvə gəldi. Ha, bax, yenə götürdü. Ha, bu nətər götürürlər? Deməli, təndir isti, çörək isti. Anaca, siz də götürə bilirsiniz əlinizlə, yalın əlinlə. Hə? Mən də. Yəni burada ha bax, yardım qüvvə. Maşallah, maşallah. Elə bir ki, elə bir nə bilim pendir götürür, nə götürür? Maşallah, 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 maşallah. Bu təndirin neçə əsr tarix var, tökülür bu. Biraz köhnəlib də. Güp elirsən buralar tərpənir. Hə. Elimiz obamız həmişə bax belə bərəkətli olsun, təndirli olsun. Allah bizə bu bərəkəti çox görməsin inşallah. Analar, Allah sizdən razı olsun. Anacan, biraz ucundan kəs ver mənə. Çox gündə demirəm, həftədə də demirəm. Heç olmasa ayda bir dəfə də olsa yaşlı insanlarla oturub söhbət etmisiniz? Onların düşüncələrini, fikirlərini paylaşmısınızmı? Vallah mən onlarla hər dəfə söhbət edəndə öz-özümə deyirəm ki, doğrudan da bizim bu insanlardan öyrənəcəyimiz hələ çox şeylər var. Dünya görmüş insanlardır. Bu dünyada nələr görməyiblər ki? Yaxşını da görüblər, pisi də görüblər. Dərs də çıxardıblar, dərs də veriblər. Biz də onlardan az-çox bu dünyanın işləri haqqında dərs almağa çalışdıq. Cəlilabadın çox keçmişə dayanan tarixi qədimi bir kəndindəyik, Sərhədabad kəndində. Gördüyünüz kimi bu məclisin içində və iştirakçısıyıq. Çünki gələcəkdə biz də nə vaxtsa bax bu ağsaqqal kimi, bu dayımız kimi mövqedə olacağıq. Saqqalımız ağaracaq, dişlərimiz töküləcək, saçlarımızda bəlkə də başımızda bir tük də qalmayacaq. Salam aleyküm. Aleyküm əssalam. Can aleykümə salam. Nə var, nə yox dayı? Sağlıq, salamatçılıq. Allah canınızı salamat eləsin. Amin. Səyyahı necə tanıyırsınız? Səyyahı necə tanıyam ki, Azərbaycanın ən güşası, gözəl, göyçək oğlanlardan biridir. Bütün Azərbaycanın yerlərində, dağlarında gəzəndir. Xalqı başa salandır. Xalqla işləyəndir. Xalqı roğnaq verəndir. Allah onun canı salamat eləsin. Allah imanın versin. Amin. Sağ ol dayı. Adın nədir? Musa, Musa dayı. Neçə yaşınız var? 75. Musa dayı. Bəli, Can bəli. Qocalıqdan şikayətçisən? bəli. Niyə ki? Ona görə ki, böyük kiçikliyi yoxdur. Zamananın pis yerinə düşmüşdür. 2 ildir mən o evin içindəyəm. Nə qohumlardan, nə yaddan, nə hırandan heç kəsdən çara yoxdur. Yəni hayan Mən olan yoxdur, deməyəm. yoxsa baş çəkən yoxdur? Baş çəkən, deməyəm ki, gətirsin qazandığı mənə versin. Hə. İndi mən daimi gəzmiş adamam. Çöl bayırda olmuş adamam tarixiyyə. Bu bir. İkincisi də ki, keçmişi deməksən bə. Keçmişin zamanası belə idi. Avtobusa girən kimi kişilər də qalxaydı ayağa, böyüklər oturuydu. Amma indi öləsən orada kişilər qalxmaya ayağa.
O da sana sert cevap verir. Böyleler onda sen öylesen and içende Kur'an andı söyledi. Peki sen diyeyim. Bəli. Mesela senin bir şeyin itip geliydin dedim Musa ki falan şeyimi itip. Dedim git akşam seher hakkıva çatarsan. Akşam seher seni görende ya dedim bendedir ya dedim sen öylesen bendedir. Bununla da bitti. Yəni ağızdan söz çıxdı mı artıq sənəd yerinə keçirdi. Bəli. Anamız salam aleyküm. Aleyküm. Nətərsiz? Salamlar siz saxlasın, sağ olun. Sağ ol anacan. Musa dayının sözlərinə haqq verirsiniz yoxsa yox? Çok sözü düzdür. Çok sözü düzdür. Ama yine de cavanlarla əlaqə saxlamaq lazımdır. Onlara təbliğat aparmaq lazımdır ki, bu işin hansı düzdür, hansı səhvdir. Biz yaşlılardan da çok şey asılıdır ki, bunları təbliğ eləmirik. Başa düşdü. Təbliğ eləsə, əgər onları başa salsa, bir nəfər, iki nəfər, üç nəfər, mən deyənə bu da razı olsa, o da razı olsa, o uşaq da başa düşər ki, belə olmaz, belə olar. Allah köməyimiz olsun. Anacan, adınız nədir? Şəfiqə. Şəfiqə ana. Məndə ümumiyyətlə deyirlər ki, Səbuhinin adətidir yaş soruşmaq. İndi bağışlayın, adınızı söylədiniz. Yaşınız neçədir? 72 yaşında. 72. Sərfi ananın rəfiqəsiz. Rəfiqəsiz. Maşallah. Qohumsuz? Qızımdır. Ha, maşallah. Anacan, bax indi tarixi keçmişə çox qədimə dayanan Səhrədabad kənd sakinisiniz də, anacan. Əvvəlki adətlərlə indiki adətlər arasında nə kimi pozulmalar və ya yer dəyişmələr var? Varmı? Var, hərsən də var, ancaq yenə sağ olsunlar. Kim sağ olsun? Bütün cəmaatımız, onların balaları, böyüklük, kiçiklik, hürmətimiz olub. Həmişə hürmətlə qarşılanmışıq. Heç birisini mən kənd içindəyim, ev içindəyim, narazı ola bilmirəm, kişilərə baxma. Kişilər sözdü oluyor. Yəni, Danışığına baxma. can, 52 ildir Musa dayı çox gilə elədi. 52 ildir müəllim işləyirəm. Mən axşam sizə söhbət edirəm. Maşallah. 52 ildir müəllim işləmişəm. Özü də hər evdə mənim izim var. Mən onunla fəxr eləyirəm ki, mən öləndə hamı mənə rəhmət edəcək, nəhlət oxuyacaqlar mənə. Mənə bu bəsdir. Nə yaxşı. Mənə bu bəsdir. Nə yaxşı. Çünki mən bilirəm ki, hansı evə də getsəm hörmətim var, hər ağsaqqalına, qarasaqqalına hamı mənə hörmət eləyir. Öz işimə görə, öz xasiyyətimə görə, öz adət-ənənəmə görə, ibadətimə, dinimə. Tək müəllim deyiləm, eyni zamanda dindaram. Eyni zamanda. Mənim uşağıma, dərs edeyim uşaq, körpəlikdən namaza vərdiş eləyir. Körpəlikdən oruca vərdiş eləyir. Bizim kitablarda Peyğəmbər salavatullahının kəlamları var. O Peyğəmbər salavatullahının kəlamları gələndə, o ad çəkiləndə mənim dərs edeyim şagirlər hamı salavat çəkir. Mən bununla razıyım. Orta məktəbdə. Bəli. Oo, maşallah. Mən bununla razıyım. Özü də ki, Can. necə deyirlər, narazılıq böyükün özündədir. Yəni deyirsiniz xəta böyükdədir. Böyükdədir, xəta böyük. Əgər biz xəta eləsək, bizim uşaqlarımız da bizə baxıb narazılıq eləyər. Musa dayı, səs çoxluğu ilə hələ ki Allah sizi saxlasın inşallah. Salam əleykum. Hər vaxtınız xeyir olsun. Aleyküm salam. Adınız nədir? Mənim adım Hacı Hüseyin ağadır. Hüseyin dayı. Hacı Hüseyin ağa. Hacı Hüseyin ağa. Bəli, Hə, adınız Hüseyin ağadır. bəli. Hə. Hüseyin ağa dayı. Siz nə deyirsiniz? Bax, öncə yaşınızı soruşum ki, neçə il əvvələ qayıdacağımı bilim. Mənim 70 yaşım var. 70 yaşınız var, maşallah. Oturub nəvənizə və ya kiməsə danışanda, ixtilət eləyəndə deyirsiniz, qay oğlum, mən bunları görmüşəm, indi bunlar yoxdur. Nə yoxdur? Bilirsiniz, o vaxtı ağsaqqal idilər də. Elə indi də o qalanlar ağsaqqaldılar. Qalanlar ki, Allah canlarını salamat eləsin, imamların kamil eləsin. Qalanlar da ağsaqqallar da. Onda da o indi rəhmətə gedən ağsaqqallar da ağsaqqallıq eləyərdi. Məsələn, tövsiyə eləyərdi ki, bax bu bizim
Məsələn, uşaqların bəziləri məni tanımayanda hökmən onu tanıtdılardı mənə. Tanıtdılardı mənə ki, bu bizim filan qohumumuzdur. Yəni buna hörmət edin. Hörmət lazımdır. Bu bizim qohumumuzdur. Savaşmaq filan, bəsməcan mübahisələşmək, xeyirdə, şərdə bu iştirak eləməlidir. Bax, bunları tövsiyə eləyərdi o bu adamlara. Bax, adicə sizə bir hadisə söyleyeyim. Kənd içində gəzirsiniz, düzdür? Bəli. Əlinizi qoymusunuz arxanıza, gəzirsiniz. Qabağınıza bir Sərhədabadda 21-ci əsrin nümayəndəsi bir gənc çıxdı. Salam verirmi sizə? Mütləq. Əvvəl nə tər idi? Salam. Böyük kiçiyə salam verir, yoxsa kiçi böyüyə? Əvvəl də. O, mən üzr istəyirəm, o böyüyün özünün əvvəldən götürdüyü qabiliyyətə, əvvəldən götürdüyü bir növrəyə görə bəzən vaxt o böyüklər, ağsaqqallar adama imkan vermirdi ki, sən onu qabaqlayıb salam verəsən. O özü salam verərdi, ağsaqqal özü. Ağsaqqal kiçiyə salam verir. Bəli. Amma cavan isə, məsələn, mən özümün öz şahidiməm ki, bizim Cəlilabadda, məsələn, bu cəmaat da tanıyar. Şirbal adında kişi var idi, Allah rəhmət eləsin. Tanıyırsınız mı? Kommunxozun müdiri işləyərdi, uzun müddət, kontora müdiri işləyərdi. Vəzifəli şəxs idi, çox alicənab insan idi. Çalışırdın ki, ona salam verəsən, mütləq o səni qabaqlayıb sənə salam verməli idi. İmkan vermirdi. İmkan vermir. Çox vaxtı girəylənirdim. Deyirdim, dadaş deyirdik. Dedim, dadaş, imkan ver, salam verək də. Allah hamdolsun. Amma elə adam da var idi ki, məsələn, səhər mən işə gedəndə və yaxud işdən gələndə ağsaqqal da, məsələn, bilirəm ki, bunun 70-80 yaşı var. Selamun aleyküm, dillənməzdi. Selamun aleyküm, dillənməzdi. Biraz keçəndən sonrasına qışqırardım biraz bərkdən. Fatihə. Yəni ölüb mü? Fatihə də ki, hüzür mərasimlərində verirlər. Yəni Fatihəni verdin, üzr istəyirəm. Fatihəni verdin, gələ həm surə oxuyasan. Yəni ölü diridir, onu demək istəyirsiniz? Bu dalabası. Bala, bir adam yoxdur səndən məndən başqa. Fatihəni kimə verdin? Dedim ki, salamı verdiyim salamı əvvəlcədə verdiyim salamı eşitmədin. Fatihəni nə tez eşitdin? Söz bunu tutdu, düz başı saldı aşağı getdi. Belə adamlar da var, belə ağsaqqallar da var. Mən dediyim kimi, yenə təkrar edirəm, elə adam var ki, məsələn, gözünün içinə baxır, səndən salam gözləyir. Və yaxud da elə adam da var ki, səni qoymur, aman vermir, ağzı açıb desin ki, salam əleykum. O salam mədəniyyəti var ha, onu yaşadırsınızmı siz? Şübhəsiz mütləq, deyir, salam vermək müstəhəbbidir, yəni verməyə bilərsən. Amma o salamı almaq vacib. Vacibdir. Allah köməyiniz olsun. Allah razı olsun. Daimin yanına keçim. Salam əleykum. Əleyhissalam. Yətərsiniz. Həmd olsun ilahiyə, yaxşıyam. Belə bir şeyə şahid oluram ki, kimə deyirsən ki, nə var, nə yox. Hətta elələri də var ki, indi kameradan kənarda da deyir ki, Allah var, şərki yox. Dayı, adın nədir? Adım Qocadır. Qoca. Bəli. Sən hələ talihdən qoca olmusan, indi də tamam qocaya düşmüsən. Zamanədir də. Niyə, kim qoyub bu adı qoca? Mənə ata-anam qoyub. Gənclikdə də qocalarla ixtilət edirdin, yoxsa yox? Əsas mənim adım Ağa Hüseyndir, ata ailəm. Hə. Atanızın qoyduğu ad Ağa Hüseyndir. Zəif olmuşam. Bəs qocanı kim qoyub? Zəif olmuşam. Hə. Düşmüşəm onun bunun əlinə də, onu araşdırmayam. Atam dünyasını dəyişib, anam dünyasını dəyişib. Hə. Mənə qoca deyiblər. Ha gəl, adım qalıb qoca. Neçə yaşın var dayı? 80. 80 yaşınız var. Bəli. Keçmişi necə xatırlayırsan? Keçmişi Əzab əziyyətdən keçdiyin bəlli olur. Nə qədər sən ələklər görmüsən? Mən 41'in müharibəsində 10 yaşım olub. 41'in müharibəsində 10 yaşım. 40'ın müharibəsində 10 yaşım olub. Amma ona baxmayaraq, biz 4-cü sinifdə oxuyurduq, təzə girmişdik, may ayı. 44'ün may ayıydı. Bizi məktəb bağlandı, müəllimlər getdi, bizi buraxdılar təsərrüfata. Bu axşam dedim mən at götəni bilməyəm ha. Bizi verdilər at başı çəkməyə. Hə, köməkçi kimi. Köməkçi kimi. At başı çəkirdiniz tarlada, əkin üçün. Əkin əkirdik. Arxa cəbhənin iştirakçısıyam mən. Ay sağ ol. Özdə əmək veteranıyam.
10 yaşında at başı çəkirdin. Nə oldu axırı? Sonra gördülər ki, orada ağsaqqal qoca kişilər vardı. Gördülər ki, biz əldən düşmüşük. Əldə düşəndən sonra getdilər 4 at qoşuyduk biz. Kilovla çəkirdik. Atı elədilər 5. 5 eləyəndən sonra birinin üstünə yəhər qoydular, biz mindik. Kilovla sürdük. Kilovla sürəndə o əkin sahəsini əkib qutarandan sonra onu əllə biçmişik. Nə verirdilərsə pul zad verirdilərmi? Heç bir şey. Burada pul yox idi. Nə müharibədə, nə Nə pul. verirdilər? Heç olmasa o əkindən bir məhsul. Qulaq at. Heç zad bizdə onda 100 qram darı verirdilər bizə. Kölə gedənə. Kölə gedəndə. 100 qram darı yeydik, işləydik qalxoza. Qalxoz deyir onda. 100 qram darını nə edib yiyirdiniz? 100 qram darını əl daşında çəkib anamız un eləydi. Ondan sonra qəzəndə bişirəydi, horra eləydi. Xəsil çalıydı. Onu yeydik. Ərxə Cəfərin iştirakçısına biz kömək eləmişik, körək vermişik. Görə həmin əkdiyimiz taxılı. Əllə biçmişik. Allah Allah. Çək. Ancaq müharibə üçün. Ancaq müharibə. Ancaq müharibə üçün. Geyim, keçim, yetim uşağın geyimi, keçimi, dolanışığı nətər idi bəs? Nətər olacaq? Şağırın geyimi nətər olacaq? Sən özün fikirləşkinə. Nətəri? Bizim o vaxtı bu paltar bizdə yox idi. Heç yerdə yox idi. Çarıq, çarıq tikərdik, cuna köynək giyərdik. Cuna köynək? Cuna köynək. Şalvar yox idi. O tənzif kimi? Hə, tənzif kimi. Anamız bükərdi onu, tikərdi, keçirdədi bizim əynimizdə, əncə cuna ilə. Allah Allah. Bu zülümlərlə biz böyümüşük ta bugünkü günə. İndi həm də olsun ilahiyə biz yaxşıyıq. Qoca dayı. Bəli. Ya xalq necə deyirsə mən də elə deyirəm, qoca dayı. Hə, nə cür, Xoşdu mu sənə? Keyfində deyim, mənə xoş gəlir. Sağ ol. Qoca dayı, qocalığından razısan indi? Hə. Mən ona görə qocalığımda razıyam. Allah mənə bu canı verib. Bədənimdə heç bir xilal yoxdur. Heç bir xəstəliğim yoxdur. İndiyə cəddən mən xəstələnməmişəm. Musa dayıya nə deyirsən bəs? Heç kəs, Musa özü bilər. Mən ona heç də göstəriş verəmmərəm. O mənim, mən onun dayısıyam. Sən Allah. Dayısıyam. Bəs sən nəsə Musa dayıya nəsə bir şey desən, sənin sözlərimi qəbul eləyərmi, nəsihətini? Eləyər. Musa dayı mən nə desəm qəbul eləyər. O da mənə nə desəm mən üçün nəsihətdir, qəbul eləməliyəm. Görsənmi? Sənə qurban olum Musa dayı. Maşallah. Maşallah, maşallah. Hörmətli tamaşaçılar, bax buradakı necə deyərlər, o həya, o iffət hələ də bu Cəlilabadda, Zərhədabad kəndində qalır. Bacı oğlu, siz də onun dayısısınız. Hörmətə baxın, deyir ki, mən ona və ya söz və ya nəsihət versəm qəbul eləyər, onun da hər hansı bir sözünü mən qəbul eləyərəm. Baxmayaraq ki, yaşca neçə yaş fərqiz var? 10 yaş var, olar 10 yaş. Mən 80 yaşam, o dedi neçə 75, 5 yaş. 5 yaş, hə, 5 yaş. Olsun 5 yaş, amma yenə də görürsüz, o da ağsaqqaldır, bu da ağsaqqaldır. İkisinin də saqqalı ağarıb. Maşallah, Allah sizə xeyirli ömürlər nəsib eləsin. Analarımızdan bir xeyir dua alaq, elə gedək. Hə? Nə deyirsiniz? Çünki bizim yolumuz uzundur. Biz davamlı, siz də şahidsiniz ana, deyirsiniz ki, Səbuhi ancaq dağlarda gəzir, sıldırımlarda gəzir. Bizi saxlayan sizin dualarınızdır. Əvvəla gələn ayaqlarınız var olsun. Sağ olun. Allah sizi salamat eləsin. Hər bir arzuza, mətləbinizə çatasınız ki, bizi yad eləyib, yada salıb, gəlib bu bilənci bir şöhrətə çatdırdınız. Allah Taala heç vaxt nəzərin sayəsini üstünüzə nəskik eləməsin. Bütün arzu mətləblərinizə çatasınız. Həmişə şanlı şöhrətiniz adınızı içmək. Sağ ol anacan. Gələn ayaqlarınız var olsun. Anacan sən? Başıma benim. Allah sizi el içindən əskik eləməsin. O arzularımıza da biz çatdıq, necə o dağlarda gəzəyirsiniz, qadınlarla, kişilərlə danışaydınız, söhbət eləyirsiniz. Biz də arzulayacağız o arzuları görək, sizi görək. Şükür Allah olsun, o günləri gördük. Allah and verən birdir birliyinə, sizi ailənizə, anoza, bacıza, kimlərsə var sizə göstərib, onlara çox görməsin. Dünyada çətinliklər görməyəsiniz. Allah ömrünüzü uzun eləsin, çox sağ olun, var olun, baş olun. Sağ ol anacan. Allah sizi var eləsin. Musa dayı, sən də xeyir duanın arxasına bir dənə nida qoy, sən də xeyir duanı alaq. Allah xətərdən, baladan sizi uzaq eləsin. Balalarınıza sizi çox görməsin, qohum qəbilələriniza sizi çox görməsin. Sənin böyük rolun var Azərbaycanda. Allah canı salamat eləsin.
Sağ ol. Hörmətli tamaşaçılar, bax bu söhbət də baş tutdu bugün Cəlilabadda, Sərhədabad kəndində. Ağsaqqalların, ağbirçəklərin söhbəti ilə zövq aldıq, feyziyab olduq. Onların xeyir duasını da aldıq. Bizim yolumuz hələ uzundur həqiqətən də. Amma kameradan kənarda belə bir söhbət oldu ki, bizim sadəcə kənd sakinləri olaraq sadəcə bir, necə deyərlər, o təbii qazdan biraz problemimiz var. O da həll olunsa biz papağımızı göyə atarıq. İnşallah bu sevinci də yaşayasınız Allahın köməkliyi ilə. Və salam şut tamam. Bizim hələ yolumuz uzundur. İzləyin, səyyahın səyahəti hələ də Cəlilabaddadır. Həyat da bir məktəbdir. Amma məktəbdən bir şeylə fərqlənir ki, məktəbdə dərslərə hazırlaşıb imtahan veririk, həyatda isə imtahan verib sonra dərs alırıq. İndi həm söhbətimiz olan ana-babalarımızdan da böyük bir dərs aldıq. Keçmişdən, bugündən, adət-ənənələrdən maraqlı məlumatlar topladıqdan sonra yenə yolumuza davam edirik. Çünki qonaq çağırılmışıq. Ev yiyəsini gözlətmək yaxşı çıxmazdı. Yəqin ev yiyəsinin kimliyi ilə maraqlanacaqsınız. Eşitdiyimizə görə həmin insanın bizə bir sürprizi var. Nə qədər israr etdik ki, sürprizin nə olduğunu açıqla, dedi ki, üz vurmayın. Deyə bilmərəm. Ərinməsəniz, gəlsəniz görərsiniz. Biz də getdik. Hə, buyurun sənətkar. Özü sizə hər şeyi açıq-aydın söyləyəcək, nəql eləyəcək. Biz sadəcə seyirci qalacağıq və ən sonda da əhsən deyəcəyik. Mənim hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Özünüzü təqdim eləyin, zəhmət olmasa. Məllikov Məmməd Hüseyn Terəxanoğlu. Şüştəpə kəndində orta məktəbdə işləyirəm. Dağlı ərazidə yaşayan sənət ailəsinə xoş gəlibsiniz. Orada sənətkara böyük qiymət verib gəlirsiniz və bu mənim sənətimin işıqlanmasında sizin böyük əməyiniz var, ona görə mən minnətdarlığımı bildirirəm. Çox sağ olun. Sağ olun. Bax, Cəlilabada gələndə bizə dedilər ki, Məmməd Hüseyn müəllim sizin şərəfinizə nəsə bir əl işi hazırlayıb. Çox diqqətimizi çəkdi. Hardasa iki daşın arasında bu Üçtəpə kəndini biz tapdıq. Neçə kilometri var? Hardasa rayon mərkəzindən? Rayon mərkəzindən hardasa 23-24 kilometrdir. Doğrusu mən sizin bütün kanalda verilişlərinizi izləyirəm. Bax, Məmməd Hüseyn müəllim, mənim maraqlıdır ki, bu ənənə başladı Goranboydan, Məhrəm müəllim vardı, heykəltəraş. Səyyahın şərəfinə balaca bir heykəl düzəltdi, eskiz hazırladı. Sonra Şirvan şəhərindən Mirağa vardı, 15 yaşlı, balaca bir figur hazırladı yenə. Bugün də siz Cəlilabadda, Üçtəpə kəndində fərqli bir əl işi hazırlamışsınız. Bu, hardan gəldi sizə belə bir həvəs? Yəni, səyyahın şərəfinə nəsə bir şey düzəldim, yəni bir sənətkar kimi. Doğrusu, mən sizin bir verilişi izləyəndə orada sənətçilərin sizə verdiyi qeyri-adi sənət əsəri, məni özümü də maraqlandırdı. O günləri televizorda suyun haqqında veriliş gedəndə suyun şəklinizi mən telefonla çəkdim özüm üçün və dedim ki, yəqin hasansa sizin də yolunuz düşər bu idiyara. O günləri eşitdim ki, siz artıq Cəlilabaddasınız. Mən bir gündə, inanırsınız, mən yatmadım. Dedim ki, bu sürpriz eləyəcəm siz üçün, bu əsəri. Mən onun eskizini hazırladım. Demək, gecəni oturdum, tumlarla həmin obrazı yaratdım. Burada dağlar arxasında, demək, səyyahdır. Göstərin, qoyun baxsınlar. Demək, burada, Sabuhunun arxa fonda dağlardır. Qabaq hissədə isə Azərbaycanın çiçəklənən bir düzgahları göstərilir. Və mən, yəni, bilmirəm nə dərəcədə indi bu yaxşıdır. Yəni, siz özünüz qiymətləndirəcəksiniz. Məndən bu hədiyyəni sizə, demək, hədiyyə olaraq bağışlayıram. Allah razı olsun, çox sağ olun. Amma bu tamamən fərqli bir əl işidir. Yəni, bunu necə siz bir gündə hazırladınız, dənə-dənə toxumlarla belə? Bilirsiniz, gendən bəlkə kənardan başqasına elə hasan görünür.
əvvəlcədən eskiz hazırlayanda bilməlisən, mən bu hansı tumlardan istifadə edəcəm. Çünki bu tumlar elə olmalıdır, bir-birinə uyğun olmalıdır, koloritə uyğun olmalıdır. Mən əvvəlcədən, məsələn, tumların bir də ölçüləri bir-birinə uyğun olmalıdır. Məsələn, bu xırda tumlar əgər işləyirsənsə obrazı, ya portreti, əsəri, mütləq orada eyni ölçülərdə xırda tumlardan istifadə etmək lazımdır. Çünki orada balaca iri tumlar olsa, o bütün əsərin mahiyyətini, görkəmini pozacaq. Elə bax, bu sizin digər əl işlərinizlə də tanış olacaq. Hələ ki, səyyahın üzərində deyək. Burada hansı tumlardan istifadə eləmisiniz? Burada demək 7-8 növ tumlardan istifadə olunub. Demək, burada vəzəri var. Bu ağlar vəzəridir? Yox, bu vəzəridir, bu ağ küncüddür, soğan tumudur. Bu qaralar? Bəli, qaralar soğan tumudur, biber tumudur, cəfəri tumudur. Sonra burada yenə var, yonca tumları var, darı tumları var. Burada tumlar yəni çoxdur. Hardasa bir 10 müxtəlif çeşiddə? Bəli, 10 müxtəlif çeşiddədir. Burada çünki rəngi almaq olmur. Məcbursan tumları bir-birinə qarışdırasan, hansı rəngi, işıq, kölgəni almaq üçün mütləq yəni o tumların rənglərini seçmək lazımdır. Məsələn, adi yağlı boyanı işləyəndə götürsən, çəkirsən, sonra lazım olanda o yağlı boyanı qaranı, qırmızını, yerlərini dəyişirsən. Amma bu belədir ki, necə başlayıbsan, axıra qədər davam etdirməlisən. Siz əvvəlcə çəkirsiniz də, yəqin ki, bir hələ karandaşla bunun cizgilərini çəkirsən, ondan sonra başlayırsan ona tum hazırlamağa. Əvvəlcədən bilirsən ki, mən hansı koloritdə başlayıb, hansı koloritdə də qutaracam. Yəni bu koloriti bilmək lazımdır. Ona görə mütləq əvvəlcədən hazırlıq görülməlidir. Hazırlıq olmasa, yəni bu işi tamamlamaq olmaz. Çünki buradan da koloritdən də çıxmaq olmaz. Burada balaca rənglərdə dəyişiklik olsa, əsərin mənası olmaz. Bax, bir də belə bir sual. Bu tumların heç birisinə rəng vurmursunuz? Bəli, bu tumlar təbii olaraq, məsələn, yığırıq, onu quruduruq. Quruyandan sonra təbii ki, müəyyən şəraitdə və bunların heç birisinə rəng vurulmur. Bunlar bütün iş qutarandan sonra, əsər tamam oldu, onun üzərinə, məsələn, ağ lak vurulur. Şəffaf lak vurulur ki, o da ki, bir qorucu kimi. Yəni, sanki mumyalanır. Rəsmi çəkəndən sonra? Bəli, rəsm qutarandan sonra. Bəziləri, məsələn, deyir ki, tum xarab olur, elə şey yoxdur. Bu, adi otaq şəraitlərində qalmalıdır. 1000 illər, 2000 illər istəsən qala bilər. Bunun tarixi böyükdür. İndi ona görə çətin olduğuna görə çox adam, məsələn, bu işə girişmir. Çünki çətindir bu. Çünki doğrudan da gözün nuru gedir burada. Ondan sonra böyük səbir tələb edir. Sanki bu zərgər işidir. Mənim böyük əsərim orada İsmail Qurbanlıq əsəridir. Onun üzərində 6 aya qədər işləmişəm. Çünki bu da tamamən toxumdandır da. Təbii toxumlardır. Çox adam, mənim tamaşaçı sərgilərim olub başqa yerlərdə, Bakıda, Lənkəranda, Cəllabadda. Çox adamlar əlləri ilə toxunur. Sanki inanmır ki, burada toxum işlənib. Mənə suallar verirlər. Siz bunu rəngləyirsiniz sonra, ya yox? Deyirəm, elə şey yox, bax, yox, hamısı təbii rəngdə. Bütün vəzəridir, ondan sonra hətta qanqal otudur, ondan sonra bütün bitki tumların hamısı təbii, yəni rəngsiz. Mən razı deyirəm ki, əgər bir tumla işləyirsənsə, götürüb hələ ona bir rəngdə vursun, oldu heç nə. Elə ondan sonra bir dənə parçadır, çək, üstünün rənglə, qırmızı boyu ilə, ağla, sarı ilə oldu, yağlı boyu ilə kətan üzərində işlənmiş əsər. Amma tumla işləyəndə, bu tamam başqa bir aləmdir. Əlbəttə. Davam edəcək bir adam varmı yəni? Yəni bir şair qardaşım var, o Məlikov Cahanşah. O tumlardan, kötüklərdən cürbəcür demək, obrazlar, ondan sonra formalı bir kötüklər düzəldir, əsərlər düzəldir. O da məndən elə bir irsi keçib. İrsi keçib onlar hamısı. Buradadır mı? Buradadır, bəli. Çağırın gəlsin onda, onunla da tanışaq. Hə, buyur, gəlin belə. Mənim hər vaxtınız xeyir olsun. Sağ olasın. Siz böyük qardaşsınız, yoxsa kiçik qardaşsınız? Xeyr, mən ondan 2 yaş kiçiyəm. Siz də toxumlardan hazırlayırsınız, yoxsa necə? Mən də toxumlarla, məsələn, əsərlər hazırlayıram. Lakin
janrlar biraz fərqlidir. Yəni, Əl işləri. yəni? Mən xüsusilə gördüyüm məsələn tarixi abidələrdir. Onların maketini hazırlayım, oldu. Minarələrdir, Nədən məscid hazırlayırsınız camidir. onu? Ən çox onu lobiyadır, paxla toxumundandır, mərcidən də iri toxumlarından. Ki, kərpic əvəzi bir növ xatırlasın daşları. Xırda daşlardan məsələn istifadə edirəm. Ümumiyyətlə, təbiətin bizə bəxş elədi, lakin insanlar üçün lazımsız olan hər nədən istifadə edirəm. Hətta belə bizdə küşünər ağacıdır. Məsələn, onun lazımsız görürəm, bəlkə də ayaqlar altında tapdanan meyvəsindən qeyri-adi bir, məsələn, daha insanı riqətə gətirən əsərlər hazırlayıram. Səyyahda çətinlik çəkdinizmi? Təmiz söhbət edin. Çətinlik bilirsən nətərdir? Orada bir çətinlik çəkmədim. Çünki sizin gəlməniz burayına mən üçün qolqanatdır. Yəni mən onu nətər işlədim. Özdə sözün düzü deyim. Mən biraz da soyuqdaymışdı, xəstə idim. Amma sizin gəlişinizdən mən ruhlanaraq mən onu gecə saat 4-ə qədər işlədim. İnan, özüm də inanmıyorum. İndiyə qədər o səviyyədə 3 saat, 4 saat ərzində mən o cür şəkildə yaratmamışdım. Yəni, sanki sizin gəlişiniz mənim üçün qolqanat, elə bil ki, qolqanat verdi. Böyük sevinç verdi. Mən öz minnətdarlığımı bildirirəm sizə ki. Çox sağ olun. Çox sağ olun. Allah razı olsun. Yəni, mən sevinirəm ki, siz tək deyilsiniz, iki qardaşsınız. Baxmayaraq ki, kiçik qardaşınız sizdən biraz yaşlı görsənir. Amma Cahanşah müəllimin dediyinə görə məni yaşlı eləyən mənim içimdəki söz dərdidir, hə? Bəli, o Söz mənim var, mənim şeirimdə onu demişəm. Ondan bir neçə beyt deyirəm. Ümumiyyətlə, şeir necə yaranır? Mən xoşum gəlir ki, əsl şairlərə bu sualı verələr. Onu şeirlə də cavabını alırlar. İndi elə bilin ki, mən o sualı sizə vermişəm. Yandıqca sinəmdə söz bişən kürə, sözlər də qanımdan çəkirlər şirə, beləcə duyğular dönür şeirə, o haqdır, deməyə üzüm var mənim. Həmişə üzünüz açıq olsun. Sağ olasın. Üzünüz ağ olsun, alnınız açıq olsun. Sağ olasın. Əlinizi sıxım. Sağ olun. Mən də şəxsən Xəzər studiyasına böyük minnətdarlığımı bildirirəm. Onun bütün kollektivlərinə, əməkdaşlarına, xüsusilə sizin əməyinizi kollektivin qiymətləndirmə daha tədqirə layiqdir. Çünki əzablı yollar, dağlar, silsilə dağlar, doğrudan da bu əsl sənətçi üçün mən deyərəm, böyük nailiyyətdir. Böyük nailiyyətdir. Yəni, əsl vətənin xidmətçiləridirlər. Mən bu cürə onu qiymətləndirirəm. Çox sağ olun, minnətdaram. Məmməd Hüseyin müəllim, sizi bir gecə mən yatmağa qoymadığım üçün, yəni, amma mən əslində, necə deyərlər, dediniz ki, mən saat 4-ə qədər oyaq qalmışam, mən həqiqətən də xəcalət çəkdim. Allah sizdən razı olsun. Mənim üçün şərəfdir. Hörmətli tamaşaçılar, bir daha bunu əks etdirək sizə. Səyyahın Məmməd Hüseyin müəllimin əl işi ilə bağlı, bax görürsünüz, tamamən toxumlardan ibarət olan səyyahın, nə deyirlər, fotosu mu deyirlər, eskiz mi deyirlər, nə deyirlər bunu? Səyyahın demək surətidir bu mənzərə qarşısında. Çünki orada səyyah dağlardan keçir, meşələrdən keçir. Həmin mən öz xəyalımla Azərbaycanın çiçəkli çöllərindən keçir. Yəni orada göstərmişəm ki, yəni səyyah gör hansı dağları aşıb gəlir Cəllabada, Üçtəpə kəndinə. Çox sağ olun, minnətdaram sizə. Allah canınızı sağ eləsin, çörəyinizi bol eləsin, halal eləsin inşallah. Təşəkkür eləyirəm. Varmı sözünüz? Cahanşah müəllim. Bir dənə sözüm var, o da sizə bu səyyah verilişinə mənim hədiyəmdir, xırda hədiyəmdir. Bunu nədən düzəltmişsiniz? Hamının ayaqları altında qalan, heç kəs indiyə qədər düşünmədiyi bu yol kağızlarından hazırladım. Qozalardır da. Bəli, bəli, ondan hazırlamışam. Bunlar da dekorativ, hamısı odun parçasından hazırlamışam. Təbiidir, hamısı. Hamısı təbii. Burada heç də tək bircə yarpaqlarda biraz istifadə eləmişəm. Ona gözəllik üçün. Qalan hamısı olduğu kimi, heç kəsin bəyənmədiyi, görüb lakin üstündən açdığı, vermədiyi. Bəli, bəli, baba, həmin çox sağ olun. Minnətdaram. Azərbaycanı addım-addım, santimetr gəzmək lazımdır. Bu sənətkarları ortaya çıxartmaq lazımdır. Biz sadəcə səyyah komandası olaraq axtarışdayıq. Təbii ki, Azərbaycanın hələ də gəzib görmədiyimiz yerləri var. Səyyah yoluna, səyahətinə davam eləyir. O, Azərbaycan yollarındadır.
Allah birinə savad verər, birinə istedad, birinə də ki, bacarıq. Getdiyimiz rayonlarda bizim şərəfimizə 2 heykəl qoyulmuşdu. Təbii toxumdan hazırlanan bu iş də həqiqətən bizi şərəfləndirdi. Deyirəm, insan əli nələrə qadir deyil ki, istədikdən sonra həqiqətən də dağı dağ üstünə qoymaq olar. Sadəcə istək və həvəs olsun. Əslində istedad deyəndə təkcə Məmməd Hüseyn müəllimi nəzərdə tutmurdum. Deyilənə görə Cəllabadda bir insan var ki, o muğam oxuyanda hər kəs susub onu dinləyir. Əslində onun heç bir musiqi təhsili yoxdur. Dedik, bəyən belə insanlar azdır. Elə birini də Cəllabadda biz işıqlandırıb sizə tanıdarıq. Söhbət 62 yaşlı Sədullah Rızayevdən gedir. Səsinizə, nəfəsinizə bərəkət. Biz çəkdik, sizə tanıtdıq. Heç bir musiqi təhsili olmayan 62 yaşlı Cəllabad xanəndəsini qiymətləndirməyi isə sizin ixtiyarınıza veririk. Həm qiymətləndirin, həm də onlara dəstək olun. Çünki belə insanların kiçik təkana belə böyük ehtiyacları olur. Biz isə vaxtdır. Artıq bu günlük sizinlə yolumuzu burada ayıracağıq. Neyniyək?
Deyirlər ki, vaxt qızıldır. Onun bir dəqiqəsini də boşa vermək olmaz. Bir də səyyahsansa əsla. Hərçənd ki, bugünün necə gəlib, necə getdiyini bilmədik, amma yenə də bugünlük səfərimizə nöqtə qoyuruq. Bu torpağın daha maraqlı, daha ucqar kəndlərinə də baş çəkmək niyyətindəyəm. Təbii ki, ömür vəfa etsə. Səyyah gedir, yol ilə mütləq ki, gördüklərini siz də görəcəksiniz. Amma sizdən bir istəyim var. İmkan olsa, arxamca bir dolça su atın. Ay, sağ olun. Bax belə. Yaxşı, hələ ki siz sağ olun, mən də ki salamat. Özünüzdən müğayət olun ha. Çünki hələ yolumuz uzundur. Siz şəhərdə olun, səyyah da ki dağlarda.